Salam əziz 4-cü siniflər. Biz bu günlər isə hüquqlarımız mətn izahını verməyə çalışacağıq. Yəqin ki, mətni hər kəs oxuyub, oxumayanlar mətni oxuyur. Sonra gəlib bizimlə birlikdə suallarını işləyir. İzaha keçməmişdən əvvəl bir xahişim olacaq ki, kanala abunə olun və videoları ətrafınızda sinif yoldaşlarınızla paylaşın. Dərslərimiz haqqında da məlumat almaq istəsəniz, ümumiyyətlə hər hansı bir sualınız olsa bizə 050 745 85 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək mətnimizin izahına. Birinci sualda nə deyir? Baxaq. Uşaq hüquqları haqqında nə bilirsiniz? Həyatda nümunə getmişəm, bu mövzuda danışın. Baxın, uşaqlar, uşaq hüquqları nədir? Uşağın məktəbdə, cəmiyyətdə, ailədə, dostlar arasında, qohumlar arasında, yoldaşları arasında davranış qaydaları, onlara necə davranmalı olduğunun deyək ki, toplusudur. Həyatdan nümunələr gətirməklə yenə də məktəbdə məsələn bir-birimizə necə davranmalıyıq? Sinif yoldaşlarımız arasında ayrı seçkiliyi qoymamalıyıq. Əyni, geyimi, keçimi köhnə olanlara lağ eləməməliyik. Məsələn, ruçkası yazmayana, onda nəyinsə olmamağı ilə bağlı gülünc vəziyyəti yaratmamalıyıq. Yəni, hər ikisi düzgün, ədalətli davranmalıyıq. Bu deməkdir. Baxaq ikinci suala, daha doğrusu 1-in B-sinə. Mətnə aid suallara cavab verin. Hadisələr nə zaman baş verir? Hadisələr deməli, payız vaxtı baş verir, Parisdə baş verir. Uşaqlar niyə ağlayırdılar? Onların yatmağa, gecələməyə, yağışdan qorunmağa yerləri yox idi. Uşaqların sahibsiz qalmağına səbəb nə idi? Səbəb qapılarının bağlı atalarının, analarının polis tərəfindən aparılması idi. Qavuş uşaqlara necə kömək edir? Onlara deməli yemək alır, onları o dırnaqarası evinə, yəni filin qarnına aparıb, onları gecələməyə, yağışdan qorunmağa yer verir. C-yə baxaq, nöqtələr yerinə söz boxçasındakı sözləri əlavə edib yazın. Söz boxçası uşaqlar buradadır. Bərbər, ülgüc, fitil, həsir, koramal, meh, çağa. Otların arasında nöqtələr kimi sürünür. Nöqtələr nə? Koramal. Bacım qorxudan çağa kimi ağlayırdı. Şüşənin kənarı əlimi ülgüc kimi kəsdi. C-də nə deyir? Nə üçün uşaqlar qavuruş vaxtı əsgər kimi ağlayırlar? Çünki o bərbərxanaya gələndə oranı işlədən şəxs onlara təhqir edib, döyüb, qovur. Onlar yer istəməyinə baxmayaraq. Amma qavuruş onlara mehriban davranır, qayğıkeş davranır, onlara yemək alır, onları yerinə təmin edəcəyini deyir ona görə. D-də mətnə istinad edərək qavuruşa aid xüsusiyyətləri müəyyən edin. Qavuruş mərhəmətlidir, bəli, uşaqlara qayğıkeşliklə yanaşır, qayğıkeşdir olar, zarafatçıldır, bəli, o siçanlarla bağlı zarafat edir, əli açıqdır, bəli, onlara nahar yeməyi alır. Çobud deyə bilməliyik, fərasətli də deyə bilərik əslində. Yəni, nərdivansız bir göz qırpımında o qədər hündür yerə dırmaşır və düşür. 2A-ya baxaq. Həyatdan nümunələr gətirməklə hüquqları pozulmaq, hüquqlarını müdafiə etmək ifadəsinin mənasını yazın. Hüquqları pozulmaq nədir? Uşaqlar sizə aid olan maddi, mənəvi, deyək ki, anlayışların, məsələn, sağlamlığınızın, azadlığınızın əlinizdən alınması. Əlinizdən alınması demək hüquqların pozulmaq. Hüquqları müdafiə etmək nədir? Yəni, bunların sizə aid olan maddi, mənəvi şeylərin sağlamlıq, təhsil almaq, rahat yaşamaq, azad yaşamaq hüquqlarını, anlayışlarını müdafiə etmək, özünə geri qaytarmaq üçün mübarizə aparmaq deməkdir. B-yə baxaq. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunundan aşağıda verilmiş maddələrlə tanış olun, tapşırıqları yerinə yetirin. Hər bir uşağın həyat və sağlamlığını mühafizə etməsi hüququ var. Hər bir uşağın fikir, söz azadlığı var. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ var. Hər bir uşağın mənzil hüququ var, təhsil almaq hüququ var. Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Qavuruş və dostların hansı hüququ pozulmuşdur? Həyat sağlamlığını mühafizə etmək hüquqları pozulmuşdur. Yağışda, soyuqda qalmışdılar. Fikir, söz azadlığı, bununla bağlı situasiya görmürük. Ailədə valideynlərlə birgə yaşamaq hüquqları pozulub, çünki polislər aparıb, bunlar qalıblar çöldə.
Mənzil hüququ pozulub, çünki bunlar yenə çöldə qalıblar, evsizdirlər. Təhsil alma hüququ pozulub, Qavruş və dostları 2 uşaq təhsildən uzaq idilər çöldə qaldıqları üçün. Şərəf ləyaqətini mühafizə etmək, bu da ola bilər. Bəli, o bərbərxananı işlədən uşaqları təhqir edib, oradan qovub uzaqlaşdırır. Sonra uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu dəstəkləməklə fikrinizi əsaslandırın dediyi bunları. Qavruş və dostları məktəbə getməyir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 22-ci maddəsində əsasən hər bir uşağın təhsil alma hüququ var. C-yə baxaq. Qazet mətnini dinləyin. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununa istinad etməklə qazetdən pozulmuş hüquqlarını müdafiə edin. Deməli, 8 yaşlı qazet mətnini dinləyirsiniz uşaqlar. 8 yaşlı qazetdə mehmanxanada xidmətçi işləyir. Aha. Deməli, nə pozulub? Bu uşağın ailə hüququ pozulub, təhsil alma hüququ pozulub. Tanrıdə ona yarac yarı çılpaq saxlayırdı. Deməli, sağlamlıq hüququ, fiziki və maddi mənəvi sağlamlıq hüququ pozulub. Mehmanxana sahibi onu döyürdü. Şərəf və ləyaqətinin alçaldılmaq hüququ pozulub. Qazetdə qorxudan sahibəsinə etiraz edə bilmirdi. Söz azadlıq hüququ pozulub. Bəli. 3A-ya baxaq. Nümunəyə əsasən aşağıdakı cümlələri cədvəl üzərində qruplaşdırın. Yəni bu 1, 2, 3, 4, 5, 6-nın hansı məktəbdə, hansı ailədə, hansı cəmiyyətdədir? Ailənin hər bir üzvünə öz fikrini ifadə etmək imkanı verilməlidir. Bu yazılır ailədə. Bura. Biri yazdıq bura. Sinifdə şagirdlər arasında bərabər imkanlar verilməlidir. Bunu yazırıq bura. Ölkədə qaçqın uşaqlara xüsusi qayğı göstərməlidir. Bu yazıldı bura. Hər bir uşağın mənzildə ailənin digərləri yaşamaq hüququ var. Bu yazıldı bura. Sinif özünün idarəsində bütün uşaqların iştirak etməsinə şərait yaradılmalıdır. Bu yazıldı bura. Sonra hər bir uşağın tibbi yardım alma hüququ var. Bu da cəmiyyətdə də yazıldı bura. B. Müxtəlif yerlərdə davranış qaydalarını müəyyən edin və yazın. Yəni, məktəbdə necə davranmaq lazımdır? Buna bir qrup cavab verir. Ailədə necə davranmaq, muzeydə, teatrda, nəqliyyatda. Bunu uşaqlar siz özünüz hərəsində nümunələr yazırsınız videonun altından. Mən də doğru və yanlış olduğunu təsdiqləyəcəm. Dil qaydalarına baxaq. Deməli, 4A-da nə deyib? Aşağıdakı sözlərin düzgün yazılışını müəyyən edin. Həmin sözlərdə hansı sayılar qoşa işlənməlidir? Deməli, müəllim sözündə nə olmalıdır? Ü-ə. Müəllim. Müəllim. Şair. Deməli, müəllim sözündə ü-nə nə? Şairdə ana nə? Zəifdə ənə nə? Zəif. Belə yazılmalıdır. Sonra deyir, bəzi qoşsal sözlərin yazılışında səhvə yol verilir. Doğru belədir. Müraciət, i-ə. Təbiət, i-ə. Bura y-nın artırılmağı yanlışdır. Bu tələffüzdür. Amma yazılış belədir. Yanlış tələffüz formasıdır. Doğru yazılış forması. Yəni, belə yazılmalıdır. Belə deyilməlidir. Sonra B-yə baxaq. Səhvlər üzərək sözləri köçürün. Daima y yazılmır. Daima. Mütaliə, bu y burada yazılmalı deyil. İ-ə olmalı. Şeir, y yazılmalı deyil. Dairə, y yazılmalı deyil. Xain, y yazılmalı deyil. Teatr, yenə də y yazılmalı deyil. Nöqtənin yerinə buraxılmış hərfləri yazın. Dəqiqə yaxınlaşdırın. Müayinə, bura yazılırıq. Ü. Məəttəl, bura ə. Müəyyən, bura ü. Təəssüf, bura ə. İnşaat, bura a. Təbii, bura bir dənə də i. Fəaliyyət, ə. Stadion, burada i. Cümlədə səhv yazılmış sözləri düzgün yazılışını müəyyən edin. Məktəbimizdə dərslik müəllifləri ilə görüş keçirdik. Müəllif, burada ü olmalı idi.
Ədən sonra. Kəndin cəmaatı. Burada 2 dənə A olmalıdır. Cəmaatı meydana toplaşmışdır. Azər Kosanın papağına təəccüblə. Burada 2 dənə Ə olmalıdır. Fərid ailəsində. Burada Y olmalı deyil. Ailəsi A belə olmalıdır. Amerika köçdü. Kainatda sonsuz sayıda səma cisimləri var. Burada da Y olmalı deyil. Kainatda belə olmalıdır. Cümlələrdə səhv yazılmış şəxs adlarını düzəldərək köçürün. Sinif yoldaşım Səidə Y olmalı deyil. Səidə belə olmalıdır. Şahmat yarışında birinci yeri Şaiq yox. Şaiq Y olmalı deyil. Nailə xala bizi bayram süfrəsinə qonaqladı. Yenə də Y olmalı deyil Nailə. Faiqəm mağazaların dibini bellədi. Y olmalı deyil. Faiqəm olmalıdır. Y'sız. Dördündən biri səhv yazılıb. Müavin düzdür, müasir düzdür, səadət düzdür. Müalicə amma səhvdir. Müalicə olmalıdır. Üd olmalıydı burada. Möcüzə düzdür, mötərizə düzdür. Elan düzdür və əhalidə bir dənə A olmalıdır. İkincisi artıqdır. Radio düzdür, dialoq düzdür, saat düzdür amma burada maildə Y olmalı deyil. Mail belə olmalıdır. Sual düzdür, fana düzdür, mətbuat düzdür. Şücaət amma yanlışdır. Yəni daha doğrusu burada Y-nın yazılmağı yanlışdır. Şücaət belə olmalıdır. Bu qədər uşaqlar. Gələn dərslərimizdə görüşənə qədər.